Hamıya salam, güclü, sağlam dırnaqlar istəyirsiniz amma salonlara getməyə nə vaxtınız, nə də həvəsiniz var. Heç narahat olmayın, bugün sizə ev şəraitində dırnaqlarınızı necə möhkəmləndirə biləcəyinizin ən sadə, amma çox təsirli yollarını göstərəcəyik. Bax, bu sual yəqin ki, çoxumuza tanış gəlir, elə deyil? Bilin ki, bu məsələdə tək deyilsiniz. Çünki bu, həqiqətən də çox yayılmış bir problemdir. Amma əsas məsələ nədir? Yaxşı xəbər odur ki, bunun həlli var. Və biz bugün gəlin səbəblərdən tutmuş ən təsirli həll yollarına qədər hər şeyi birlikdə addım-addım nəzərdən keçirək. Hə, deməli, gəlin başlayaq. Hər hansı bir problemi həll etmək üçün bilirsiniz ki, ilk növbədə onun kökünü, yəni səbəbini anlamaq lazımdır. Bəs görəsən, dırnaqlarımızı bu qədər zəiflədən əsas amillər nədir? Gəlin baxaq. Baxın, adətən dırnaqlarımızın zəifləməsinin arxasında bu üç əsas günahkar dayanır. Birincisi, həddindən artıq tez-tez edilən manikürlər. Onlar dırnağın səthini sözün əsl mənasında yorur. İkincisi, tərkibində sərt kimyəvi maddələr olan o aqressiv kosmetik vasitələr dırnaqları qurudur, kövrək edir. Və təbii ki, üçüncüsü, bəlkə də ən vacibi, qidalanma. Bədənimizdə lazımi vitaminlər olmayanda bu birbaşa dırnaqlarımıza təsir edir. İndi isə keçək ən vacib məsələyə. Bilirsiniz, ən bahalı laklar, ən qəşəng baxım vasitələri sadəcə bəzəkdir. Əsl sirri isə məhz mətbəximizdə gizlənir. Unutmayın, güclü dırnaqlar xaricdən yox, daxildən bəslənir. Yəni hər şey bizim nə yediyimizdən başlayır. Baxın, bu cədvəl əslində hər şeyi o qədər aydın izah edir ki, dırnaqlarımızın əsas kərpici nədir? Keratin. Bəs keratin nədən yaranır? Zulallardan. Yəni, ət, balıq, yumurta yemək şərtdir. Vitaminlər bu tikintini daha da möhkəmləndirir, minerallar isə bütün sistemi sağlam işləməsinə kömək edir. Qısacası, bu üçü bir-birini tamamlayan əsl komandadır. Deməli, daxildən bəslənməni həll etdik. İndi gəlin görək, bəs xaricdən dırnaqlarımızı necə qoruya bilərik? Gündəlik vərdişlərimizdə edəcəyimiz kiçik dəyişikliklər böyük fərq yarada bilər və ən yaxşısı odur ki, bu sadə qaydalara elə bugündən başlaya bilərsiniz. Bu üç addım demək olar ki, dırnaq baxımının qızıl qaydalarıdır. Çox sadədir. Birincisi, müntəzəm olaraq kəsmək. Bu, qırılmaların və haçalanmaların qarşısını alır. İkincisi, nəmləndirmək. Necə ki, üzümüzə krem çəkirik, dırnaqlarımızın da nəmə ehtiyacı var. Və üçüncüsü, qorumaq. Ev işləri görəndə əlcək taxmaq onları kimyəvi maddələrdən qoruyan bir qalxan rolunu oynayır. Bax, bu qədər sadə vərdişlər, amma nəticəsi inanılmaz olur. Yaxşı, gündəlik baxımı öyrəndik. Amma bəzən dırnaqlarımıza əlavə, biraz daha xüsusi qayğı lazım olur. İndi gəlin, həm evdəki təbii vasitələrdən, həm də mağazadan məhsul alarkən necə ağıllı seçim edə biləcəyimizdən danışaq. Dediyim kimi, bəzən ən möcüzəvi həllər elə burnumuzun ucunda, mətbəximizdə olur. Baxın, bunlar çox güman ki, hamınızın evində olan 3 sadə ingrediyentlə hazırlana bilən, illərlə sınanmış, super təsirli vasitələrdir. Mağazaya gedəndə isə çaşbaş qalmamaq üçün bu sadə müqayisəni yadınızda saxlayın. Yəni, nəyi seçməli, nədən qaçmalıyıq? Aseton kimi dırnağı yiyən sərt kimyəvi maddələrə yox deyirik, əvəzində dırnaqları qidalandıran, gücləndirən məhsullara üstünlük veririk. Bu, həqiqətən də gecə ilə gündüz qədər fərq yaradır. Beləliklə, bütün bu danışdıqlarımızdan sonra əsas nəticə nədir? Gəlin hər şeyi bir yerə yığıb, ümumiləşdirək. Bax, bu sitat məncə bütün məsələnin açarıdır. Yəni, dırnaq sağlamlığı bir tərəfli deyil. Həm içəridən, yəni qidalanmayla, həm də çöldən, yəni düzgün qulluqla yanaşmaq lazımdır. Biri o birisiz tam effekt vermir. Bu, bütün səylərimizi birləşdirən əsas ideyadır. Və yekun olaraq bir daha təkrar edək. Güclü dırnaqların formulu sadədir. Düzgün qidalanma, üstəgəl ardıcıl, zərif qayğı. Bu ikisi bir yerdə olanda nəticə möhtəşəm olur. Yaxşı, bütün bu məlumatlardan sonra indi söz sizdədir. Özünüzə bir sual verin, daha sağlam dırnaqlara doğru gedər yolda sizin atacağınız ilk addım hansı olacaq? Unutmayın, ən böyük dəyişikliklər belə kiçik bir addımla başlayır və bu seçimi etmək sizin əlinizdədir.